Kino verənlər. Bu dəfə kəndə gələcək kino üçün bir ayrı cəmfəşanlıq var idi. Təndir başında arvadların, çayxanalarda kişilərin, qaz qoyun otaran uşaqların tək mövzusu bu idi. Deyirlər ki, bir bomba kino gətirirlər kəndə. Daha beləsi hələ gəlməyib. Adı da Fillər mənim dostumdur. Kənd qayım-qayım qaynayır, ip olsaydı, bazar gününü iplə çəkərdilər. Heyf ki, yox idi. Əlac nə? Cəmi bir gün qalırdı o böyük günə. Qalırdı pul ya da yumurta hazırlığı tədarükü. Çünki kino 2 seriyalıdırsa, 2 yumurta və yaxud da 2.20 qəpik. Bu kino verənlər, pardon, vicdansız kino göstərənlərin tək və dəyişməz daskısı qanuni idi. İlana zəhər daşıyan Koramal isə bu kənddən olan Koramal Əşrəf idi. Onlarla əlbir dilbir idi. Yumurtaları çöl qapısında duran Əşrəf yığırdı. Yanına qoyduğu yekə ləyənin içinə. Ləyən dolduqca yumurtalar oradan da yekə həsir səbətin içinə də, daha oradan da hara gedirdi, daha orasını heç kimə maraqlı deyildi. Əşrəf az qala yumurtaların ən kiçik çatına belə yoxlar, baxardı. Vay o günə ki, kinonun başlanmasına 5-10 dəqiqə filan qala. Koramal Əşrəf o çat yumurtanı kinoya gələnin əlinə verib, içəri buraxmayıb geri göndərəydi. Vay eyla, onda qopardı. Bu faşist Əşrəf də nə kətçi tanıyırdı, nə qonum qonşu. Bu faşistliyinə görə də kətdə heç kim onu sevməzdi. Kinoya pulsuz baxan tək Şükürün ailəsi idi. Hələ deyilənə görə Şükür müəllim onlardan qanarar kimi haqq olaraq pul və yumurta da alırdı. Nə deyək, özünü maliyyələşdirmək idi. Qəhr olsun kapitalizmi, hamının əxlaqını pozdu, dəyərləri itdi, ana balasını tanımaz oldu və yaxud əksinə. Hərçənd ki, Şükür bu faktı kəskinliklə rədd edirdi. Özüm onlara pulsuz yer verirəm ki, qoy kəndin mədəni səviyyəsi yüksəlsin, cəmaət sosiallaşsın deyərdi. Nə deyək, sosiallaşım da fillərə baxıb millət necə sosiallaşacaqdı ki, deyə bu kənd müəllimi Şükürdən soruşulsaydı, yəqin o da durub üzünə baxacaqdı. Kino göstərənlər evi yıxılmışlar da kinolarını göstərmək üçün elə yer seçmişdilər ki, sanki başlarına yer qəhət idi. Quş quşluğu ilə uça bilməzdi bu evin üstündən. Keçsəydi də indirib kino pulunu alardılar bəzən. Pah, evin yıxılmasını evliyəsi Şükür müəllim. Nə olardı bu kino verənləri sən həyətinə qoymayaydın da, onlar da gedib kinolarını, məsələn, Yetim Qurbanın ya da Duza Doymazın həyətində göstərəydilər. Və yaxud nə olardı, Yetim Həsənin həyətində verəydilər də kinolarını. Onda gör nə qədər adam sosiallaşardı. Çünki Həsənin nəinki həyətinin divarı, heç evinin də divarı yox kimi idi. Nə olardı, qoyaydınız pulu olmayan da sosiallaşaydı da. Şükür müəllimin həyəti isə istehkam idi. Pulu yumurtası olan girirdi, qalanı eşikdə kinonun səsi ilə ya gülür, ya da kövrəlirdilər. Görüntülü olmasa belə buna da şükür. Bəzən Koramal Əşrəf bunu da onlara çox görürdü. Evinin eşiyiniz yoxdur, çıxın gedin də deyə üstlərinə çımxırırdı. Əvvəlcə kino göstərənlər Şükür müəllimin hündür 2 mərtəbəli evin arxa tərəfinə, özləri isə gətirdikləri Şirmani Ağböyük mələfəni
divara mıxlaya vuraraq sonra aparatlarını quraşdırardılar. Kənd adamları da kimi özü ilə gətirdiyi stullarını ən yaxşı yerə yerləşdirər, kimisi də güllü çiçəkli gözəlim döşəkçələrini tozun torpağın içinə atıb gözlərini hələ jurnalı gedən ekran pərdəyə zilləyərdilər. Bəzən jurnal kinodan maraqlı olardı. Jurnal qurtarana kimi həyətdə bir gurultu qopardı ki, sanki dərin drenajlı quyu qazılırdı. Elə ki, küçə qapısı şaraq elənib bağlanırdı, onda bu quyuya da elə bil daş atılardı. Arvadlar hər ehtimala qarşı ağlamaq üçün gətirdikləri dəsmalı hazır saxlayıb, durmadan açıb bükərdilər. Adət idi. Çünki kinolar həmişə ağlamalı olurdu. Kim daha çox ağlasa, gələn dəfə göstərilən kino ona krenkart kimi bir şey olacaqdı. Yəni göydən düşmə, pulsuz. İnandınız. 2 gün idi ki, qardaşın qarnına kino sancıları dolmuşdu. Bu da bir növ mərəz idi. Dərmanı ya yumurta ya da pul idi. Olsaydı həmən bu sancıların yerini mutluluq hormonlarına verirdi. İndi Məmməd la əli neyləsin? Başlarına haranın külünü töksünlər? Faşist ataları onlara pul verməzdi, anaları da yumurta. Bəs neynəməli? Bu işin bir çıxış nöqtəsi olmalı idi. Dayısı gillə qonşu idilər. Həyət dolu da toyuq. Təəssüflikdən nənə də xəssin biri. Əlacı olsaydı, əlində tüfəng toyuq yumurtlayana qədər keşiyini çəkərdi hinin ağzında. Nəsə fikirləşmək lazım idi. Məmməd son şansını denəmək üçün nənəsigilin həyətinə girdi. Nənə kücdə qoyulan köhnə taxtın üstündə mürgü vururdu. Nənə də nənə idi. Yatsa da bir gözü yuxu görürdü, digər gözü həyəti gözətləyirdi. Nənənin beləsini Allah heç düşmənə də qismət eləməsin. Məmməd bir də toyuqların yumurtladığı hinə tərəf boylandı. Toyuqların səsi gəlirdi. Səsə bax, səsiniz kəsilsin. Hinə tərəf getsinmi? Yox, bu mümkün deyil. Sakitcə getsə də köhnə qapının cırıltısına bu arvad 100% oyanacaq. Bəs neynəməli? Diplomatik danışıqlar da fayda verməz. Yəni nənədən yumurta qoparmaq çətin bir əyləm olardı. Mümkünü yox idi. Astaca nənəsinə yaxınlaşdı. Ay nənə, anam xəstələnib. Səni çağırır, asta səslə pıçıldadı Məmməd. Nənə şık gözünü açdı. Köpək uşağı, yenə hansınızın uşağımı hissləndirmisiniz, təzyiqi qalxıb, deyə darvazaya sarı yüyürdü. Məmmədə də elə bu lazım idi. Özünü tövlədəki toyuqlar yumurtlayan hinə verdi. Cəmi 6 yumurta var idi. 5'ini götürüb köynəyin içərisinə salıb cəld hadisə yerini tərk elədi. Biraz getmişdi ki, ayağı büdrəyib yerə yıxıldı içindən. Vay ana, deyə bir fəryad qopardı. Tez əlini köynəyinə salıb yumurtaları yoxladı. Cəmi 2 yumurta salamat idi. Qırılan yumurtaların sarısı ağına qarışıb yolda rəngli bir zola qaçdı. Ancaq irəli. Axşam tərəfi əlində stul kino zalında artıq yerini tutmuşdu Məmməd. Əli isə divarın sol tərəfində kinonun səsi ilə kifayətlənməli olmuşdu. Beləliklə hekayəni qələmə aldı Arzu Ada.